Hər vaxtınız xeyir dəyərli şagirdlər. Bərabərçilik heyətindən sual var, həllinə baxaq. Əgər bərabərçilik heyətdən söhbət gedirsə, uşaqlar ən sonda baxın birləşməni götürməliyik. Heyətdən söhbət gedirsə birləşməni götürəcəyik. Birinci ifadə bizə nə verir? 3x minus x kiçikdir -7 minus 5. Buradan 2x kiçikdir -12, x kiçikdir -6. Bu birinci ifadə. İkinciyə baxsaq, ikinci bizə nə verəcək? Vurub açıram birbaşa. 2x vurub açırıq. Çıxılsın 6, kiçikdir 4x minus 12. 2x çıxılsın 4x kiçikdir -12 plus 6. Buradan -2x kiçikdir -6 və hər tərəfi mənfiyə vur. 2x işarə dəyişdi, böyükdür 6-dan. İndi x artıq böyük olacaq 3. Birinci interval bizə nə deyir? Mənfi sonsuzluqdan -6-ya qədər. Düzdür? Digər interval nə deyir? 3-dən müsbət sonsuzluğa. 3-dən müsbət sonsuzluğa. Eyni intervalda göstərsəm, mənfi sonsuzluq -6, 3 müsbət sonsuzluq. Elə deyil? Dedik, nəyə götürməliyik? Birləşmə. O zaman birləşmə nə olacaq? Mənfi sonsuzluqdan -6-ya, birləşmə 3-dən müsbət sonsuzluğa. Mənfi sonsuzluq -6, 3 müsbət sonsuzluq Y bəndi.